Qızlar, mən artıq səhifəmdə keçən il, yəni 2025-ci ildə hazırlamış olduğum Pərpətöyün turşusunun hazırlanma qaydasını paylaşmışam sizlərlə. Bugün qızlar sadəcə belə qısa halda çəkirəm və bunu paylaşdıqdan sonra sonda isə son halını paylaşacağım. Ancaq hazırlanma qaydasını paylaşmayacağım. Çünki dediyim kimi keçən il hazırlanma qaydasını ətraflı çəkmişəm və paylaşmışam, səhifəmdə var. Bu ildə sadəcə istədim ki, bu il, yəni 2026-nın 26-da hazırladığım Pərpətöyünlər də olsun səhifəmdə. Demək qızlar, bankalarımı öncədən yumuşam, 750 qramlıq bankalarda edəcəm. Qapaqları yuyub, daha sonra üzərinə qaynar su tökmüşəm. Çox dadlı bir reseptdir. Həqiqətən də hazırlamağa dəyər. Belə etdiyim zaman qışa qədər, istədiyiniz qədər saxlaya bilərsiniz. Sarımsaq, mən biraz acı biber də əlavə edəcəm. Keçən il paylaşdığım videonu paylaşdığım zaman, daha doğrusu keçən il çəkdiyim videonu paylaşdığım zaman qızlardan, xanımlardan biri yazmışdı, ona acı biber olmaz. Mən düşünürəm ki, qızlar, ümumiyyətlə qış hazırlığıdır, yeməkdir, şirniyyatdır, nə bilim, mürəbbədir, fərqi yoxdur, nə olur olsun. Bu zövq məsələsidir. Ona görə də kim necə istəyir hazırlasın. Hər kəs eyni hazırlaya bilməz. Eyni də hazırlamaq məcburiyyətində deyil. Mən əvvəllər acı biber vurmurdum. Belə səhv eləmirəmsə dənəbər istiot vururdum da qara. Amma keçən ildə, bu ildə artıq istəyirəm. Keçən il əlavə etdim. Bu ildə istəyirəm belə acı biberlərdən istifadə edim. Biraz acılı olsun. Çünki turşu acı olanda daha dadlı olur. Burada qızlar 87 dənə Pərpətöyün dəstəsi var. Bəli. 87 arxa tərəfdə də bir dənəsi açılıb. Onunla bir yerdə 88 olmalı. 88 dənə demək Pərpətöyün dəstəsi var. Bunlar belə görünməyinə baxmayın qızlar. İsti su dəyən kimi çox yumuşalır. Yəni balaca bir şey olur. İndi mən bunları qəşəng tərtəmiz təmizləyəcəm. Saplaqların nə qədər kənardan təmiz göyərtiyə, bitkiyə oxşasa da yuyulan zaman çox çirkləri çox çıxır. Ona görə bunları qəşəng təmizləyib, yuyub aşüzəndə saxlayacağım. Daha sonra belə qısa bir konkret resepti verim. Daha sonra gördüyünüz bu bankaların diblərinə qızlar sarımsaq, acı istiot əlavə edirəm. Sonra yuyulmuş qəşəng bu pərpətöyünləri də içərisinə sıx bir şəkildə yığırıq. Çünki sıx yığmaq lazımdır. Sıx yığdığınız zaman üzərinə su tökəndə pərpətöyün elə olduğu kimi də qalacaq. Yox, əgər sıx bir şəkildə yığmasaz, pərpətöyünü üzərinə su tökəndə o zaman pərpətöyünlər qalxacaq yuxarı və aşağıda su görüntüsü olacaq. O görüntünün olmağını istəmirsinizsə mütləq sıx yığın. Sıx yığdıqdan sonra da üzərinə qaynar su tökürsünüz. Bir çay qaşığı uksuz biraz daha azalda bilərsiniz və bir çay qaşığı da duz. Sonra ağzını möhkəm bağlayırsınız, tərs çevirirsiniz. 1-2 gün elə qalır. Daha sonra da qış hazırlıqlarınızı hara yığırsınızsa orada da saxlayırsınız. Belə. Bu da mənim 2026-cı ildə. Bugün ayın neçəsidir? İndi may, iyul ayıdır. Bilməm ayın, dəqiq bilməm neçəsidir ayın. Axır ki də indi paylaşanda siz baxarsınız. Belə qızlar, hazırlamasını paylaşmayacağım. Çünki keçən il paylaşmışam. Keçənki videomu bu ildə yenidən paylaşmışam. Sadəcə yenə deyirəm, istədim ki, bu il hazırladığım da səhifəmdə olsun. Belə, kim nə hazırlayırsa can sağlığı ilə hazırlasın. İnşallah da qışda da şirin ağızla yiyəsiz. Videonu bəyənsəz, like etməyi və məni takip etməyi də unutmayın. Hələlik. Uşaqla birlikdə qızlar. Həqiqətən də iş görmək çox çətindir. Hələ bu qış hazırlıqdırsa vəbşə. Baxın, hələ mən bundan öncə yəni günorta Pərpətöyünləri paylaşandan hələ bu qədər edə bilmişəm. Çünki 2 körpə uşağım var. Biri 9 aylıq, biri 3 yaşında. Ona görə də onlarla
onlarla bunları etmək o qədər də asan deyil. Hələ ki bu bankaları yığmışam qızlar. Bir bu qədəri qalıb baxın. Bir bu qədər qalıb pərpət önlərimin. Mən bunları yəni suya salıb çıxartmıram da. Mən bunları bir-bir təmizləyirəm, başlarını kəsirəm. İçərisində olan baxın belə qaralar olanda onları bir-bir hamısını təmizləyirəm və bu da istərsiniz çox vaxt aparır. Eyni zamanda da uşaqlara qaçıram. İndi uşaqları yatızdırmışam. İnşallah bu gecə nə olursa olsun, mən inşallah bunu bitirməliyəm ki, sabaha qalmasın. Qızlar, bu da son. Bilirsiniz ki, ümumiyyətlə pərpətöyün elə bir bitki deyim, göyərti. Göyərti gedir də, nə gedir ki, yəni elə bir göyərtidir ki, ona əl vuran zaman yarpaqları tökülür. Ona görə bu dəqiqə evin hər tərəfi bax bu yarpaqlardan əhatə olunub və bu da son. Demək qızlar, mən bankaları yudum, amma pərpətöyün dəstəsi çox olduğu üçün əlavədə bankalar yumalı oldum. Hal-hazırda səhər saat 5-ə qalır. Elə yorulmuşam, inanın bilmirəm ki, 1-2 saat uşaqlar duracaq və onlar duranda mən bilmirəm necə olacaq. İndi bir stəkan çay içib gedib yatacağım. Allah mənə kömək olsun. Təbii ki, qış hazırlıqları insanı çox yorur, amma nəticənin gözəl olduğunu görəndə, nəticə gözəl olanda o yorğunçuluq çıxıb gedir. Sabah inşallah bunlar elə bir-iki gün rənglərini tutsunlar. Onda da çəkib sizlərlə paylaşaram. Sabaha qədər rənglərini tutsalar, sabah paylaşaram. Olmazsa bir neçə gündən sonra paylaşaram. Dediyim kimi artıq səhər açılır, 5-ə qalır. Bir stəkan çay içim və gördüyünüz bunları yığışdırım. Çünki yığışdırmasam sabaha qədər də balaca yaydı deyə balaca cücələr gələr. Belə moykan içi falan stolun üstü hamısı normal olaraq təbii ki. İndi mən gedim onları yığışdırım. Siz də əziyyətimin qarşılığı olaraq bu videonu like edin. Səhifəmi də bəyənsəz səhifəmi takib etməyi unutmayın. Belə. Qızlar, bu da pərpətöyünlərimin son halı. Keçən il tam yadımda deyil neçə dəstə etmişdim, amma 2 partiya etmişdim də. Bir partiya alıb etdim. Gördüm ki, çox deyil. Yenidən təkrar etdim. Amma məncə bu il etdiklərim keçən il etdiklərimdən daha çoxdur. Keçən il etdiyim pərpətöyünlərdən sadəcə bir banka qalıb. Ona görə də bu il istədim daha çox edim. Qışa qədər çox gözəl qalır. Yəni açmasaz belə qapaqlar elə gözəl, yəni bax qumlanır ki, açmasaz belə, yəni neçə müddət, neçə illər qəşəng bir şəkildə saxlaya bilərsiniz. Çox gözəl turşudur bu turşu. Hər birinizə məsləhət görürəm. Sonda da vurma. Sonda da sizdən sağollaşırım.